Kondisioner insanların isti havalarda imdadına çatan əsas cihazdır desə, yəqin ki, yanılmarıq. Müəyyən o xronik xəstəliyi olan insanlara zərəri var. Amma onsuz da mümkün deyil. İndi nə qədər olmasa başqa otaqda işlədirik ki, havası vursun o birisi otağa. Çıxılmaz vəziyyətdə olanda bir müddət xırda sərinlik olsun, sonra söndürürəm. Amma kondisioner işlətmək ziyanlı bir şeydir. Biz çox tez-tez istifadə eləmirik, çünki bizdə hava yaxşıdır deyənə. Kondisioner evdə işlədirəm, ehtiyac olanda. Az hallarda işlədirəm, amma işlədirəm. Mütəxəssislər hesab edirlər ki, kondisionerlərdən düzgün istifadə edilmədikdə insan sağlamlığına mənfi təsir edir. Daha çox əzələ ağrıları, soyuq dəymə və tənəffüs yolu kimi xəstəliklərin yaranmasına səbəb olur. Bayırdakı hava ilə otağın temperaturu arasındakı fərq 10 dərəcəni keçməməlidir. Bundan başqa, bəzən də olur ki, kondisioner uzun müddət istifadə olunur ki, bu da otağın havasının qurumasına gətirib çıxardır ki, və bu da öz-özlüyündə gözün qurumasına, burun sevici işkasının qurumasına və bizim tənəffüs yolu infeksiyalarının artmasına gətirib çıxarda bilər. Hər 2 saatdan bir kondisioner söndürülməsi daha müvafiqdir. Və sağlamlığa zərər vurmaması üçün temperaturu necə tənzimləmək məsləhət görülür? Normal insan bədəni üçün 24, 25, 23 aralığıdır. Onu qoyub gecə səhərə yata da bilərsiniz. Amma siz 18-ə qoyub gecə səhərə yatsanız, səhərə baxacaqsınız ki, vəziyyət yaxşı deyil, xəstələnmişsiniz. Kondisiyonu 24 dərəcəyə qoya bilərsiniz, bütün gün fasiləsiz işləyər, amma işıq pulu az yazar. Amma 18-ə qoyarsınız, bütün günü işləyər, işığı çox yazar. Deyərsiniz, ikincisində də işləyir, fərq nədir? Burada dərəcə çöldəki kompresorun dayanmağını tənzimləyir. Yəni, düzgün istifadə olunduğu təqdirdə kondisionerlər insanı yayın istisindən müdafiə edən ən optimal vasitələrdən biri hesab olunur.